Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan ordusunun hərbiçisi həlak olub. Bildirilir ki, hərbiçimiz 2002-ci il təvəllüdlü Ələkbər Quliyev təlimdə həyatını itirib. Ələkbər Quliyev vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib. Göstərdiyi igidliklərə görə bir neçə medala təltif olunub. Mərhum bugün Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb. Allah rəhmət eləsin, yaxınlarının əzlərinə səbir diləyirik. Vətən başın sağ olsun.